Deməli sizi dinləyən bir dinləyicimiz yazıb ki, salam qonağınızı salamlayıram, biz də salamlayırıq. Təşəkkür edirəm. Yazıb ki, sıfırda izolyasiya. Qonşu nə danışır, səsi evin içindədir. Nəsə orada deyir toka taxır, məncə adapterdir, tez-tez səs gəlir. Salıb çıxardır, səs evin içindədir. Siz də indi nə eşidirsinizsə bu adapterlə bağlı çox da qulaq asmayın. Çox da diqqətlə qulaq asmayın. Amma deyir ki, yəni nə deyir, istər adapteri adicə toka taxsın, yəni eşidilir bu. Bu dərəcədə məsələ çətindir. Olsun. O vaxt uşaq olanda o Novruz bayramlarında, o çərşənbələrdə gedib nə bilim qonşu dinləmək məsələsi var idi. O vaxt stəkanla dili. İndi heç dinləməyə ehtiyac yoxdur. Özü gəlir. Yəni indi adicə o Novruz bayramında elə gəl ki, nələr eşitməzsən də onda. Elə çıxır. Hamısını da özünə götürərsən ki, bu görəsən nə deməkdir. Ara kəsmə divarları çox nəzik kərpiçlərlə eləyirlər və izolyasiyası olur. Səs izolyasiyası mütləqdir. İstər qonşu tərəfdən, istər öz yaşadığı bir tərəfli olsa heç olmasa təsiri var, yoxsa necə Əhməd? Mən belə deyim, indi iki tərəfli olanda ən azından qonşu orada çəkişlə nəsə işləyəndə onun səsi gəlməyəcək. Ən azı bir tərəf eşitmir. Mən belə sanki belə məntiqlə düşündüm. Səs izolyasiyası səsin dalğaları ilə gedir. Bu səsin dalğası harasa təmas eləməlidir ki, hansısa bir bərk bir yerə təmas eləməlidir ki, həmən o səs başlasın həyata keçməyə, çıxsın ortaya. Yəni divarlar özləri səs daşıyıcıdırlar. Yəni belə deyim, onun qonşu tərəfdən səsdən izolyasiya eləsəniz, təbii ki, onun səsini eşitməyəcəksiniz. Amma orada deyək ki, divara bir çəkic siz vuranda, siz çəkişlə nəsə eləsəniz, sizin səsiniz gedəcək əks tərəfə. Amma o həmən divara, izolyasiya olunmuş divara çəkişlə nəsə iş görsə, o səs gəlmə ehtimalı düşür aşağıya. Yəni 60% o da aşağıya düşür. Ona görə iki tərəfli olmağı yaxşıdır ki, heç olmasa iki tərəfli belə deyək, %80-80% səsin qarşısını ala bilər.